Sizin de Qurban bayramınız mübarək baş oğlu. Akşam yığışın gəlin bağa bir tutovka alan. Mən də ət gətirəcəm. Ata, valla zəril olasın. Qurbanlıq ətindən araq içmirlər. Ümumiyyətlə qurbanlıq olmasa da səndə var bir şey. Qurbanlığın ətindən araq içirsən. Valla zəril olasın. Günahdır, bu insanlığa yaraşan şeydir. Yerrəkdom qeyrətin elə. Pısat dur səni salacağım ayağımın altına. Şimdi oğlu durup burada mənə nağıl danışır. Axmağın oğlanma. Ay, ətdir də, ətin nə fərq var? Qeyrətin elə. Nəsildən bir molla çıxmalıydı da, nəsildən bir ağsaqqal çıxmalıydı. 30 ilin ağsaqqalına yol göstərməyəsən, yerlə dur burada. Yarım kilo bu birisi qonşunun kirada qalırlar, yazıqlar. 1 kilo da bu birisi qonşuya. Ağzı əti qolmama qonşuya nə dağıdırsan? Sağ demədim ondan 1 kilo 2 kilo bacım gilə, qardaşım gilə, qoy qalanın qoy xaladenikə. Yaxşı ay mazayım, nervləmi 4 kilosunu ayırmışam. Qalan 15 kilonu xaladenikin buzluğunda gizlətmişəm. Aparıb bağda yeyərik. Ay ata, qurban ətin ehtiyacı olan adamlara paylamaq lazımdır. Xaladenikdə gizləmək lazım deyil. Bacımla qardaşın gil, biri Range Rover sürülür, biri də Porsche Cayenne sürür. Onlara lazım deyil. Sən bunu ehtiyacı olan adamlara ver. Ay, sən bizim başımıza molla çıxmamısan ha. Pısat səni salacağım ayağımın altına. Ay xaldə, ondan bundan mesajı kopyalayıb yazmayı, yazanda təbrik mesajını bir ürəkdən yaz, özün yaz. Kopyalayıb dız tora dız bura. Öz ürəyindən yaz, yaxşı mı? Bu qoyun quzunu az göndərin, az adama sən Allah. Maşının qabağın xış elədim, maşının qabağı yoxdur. Allah sağ qurban olun, mən kimə pis eləyirəm ki, mənim başıma bu oyunlar gəlir.